Dostlar, hoş gördük sizleri. Benim əzizlərim, Türk dünyasının hörmətli şairə qızı, Borçalımızın fəxri Hacı xanım Səadət ana Butanın, Borçalımızın Faxralinin şair oğlu, şair Pənah bəy Ziyaddin oğlunun 60 illik yubileyinə yazdığı şiiri sizlərlə paylaşıram mənim əzizlərim. Səadət xanım yazır ki, şən olsun Faxralı yurdumun gözü, Turana səs salıb Nəbinin sözü, 60 yaşın mübarək sən yaşa yüzü, görün bəxtiyar ol ay Pənah qağa. Pərvanə ömr edər odun içində, insanlar yaşayar adı biçində, yaşayan yad olar yadın içində, öz elində var ol ay Pənah qağa. Əgər bacarırsan karvanlar eylə, əlindən nə gəlir yaxşılıq eylə, yalana bad vermə, doğruyu söylə, el dilində car ol ay Pənah qağa. Aldanma şöhrətə, aldanma vara, yetimə, yoxsula, dərdliyə yara, dünyada hər şeydən şirindir bala, öz yarına yar ol ay Pənah qağa, balalarınla var ol ay Pənah qağa. Pənah qağa, təbrik edirəm, 100 yaşa qardaş, var olun.